Salam dəyərli izləyicilərim. Bugün sizlərin qarşısına sözün əsl mənasında əlim yandı satılan həyət evi ilə gəlmişik. Evimiz yerləşir Masazır qəsəbəsində, Yeni Bakı yaşayış kompleksinin yanında. Bu evimiz 2-3 günə satılacaq. Soruşsaz niyə, niyəsini də deyim sizə. Bu ərazidə torpağın bir sotu 26-27 min manata təklif olunur. 3 sotda 2 mərtəbə, 5 otaq, 1-ci mərtəbə monolit, 1 ilə 2-nin arası monolit, 1-ci mərtəbə təmirsiz, 2-ci mərtəbə isə təmirlidir. Sənədi kubçadır. Qazı suyu işığı daimidir. Küçəsi enlidir, mərkəzləşdirilmiş kanalizasiya sistemidir. Ətrafı böyük villalardan ibarətdir. Masazırı bilənlər, tanıyanlar bilir bura necə bir ərazidir. Buyurub evimizlə daha yaxından, daha ətraflı tanış olaq. Bu arada evimiz 117 min manata təklif olunur. Evin geniş həyəti var. Yaşıllıq üçün də yer nəzərdə tutulub. 1-ci mərtəbə təmirsizdir. 1-ci mərtəbədə qonaq otağı, yataq otağı, mətbəx, sanitar qovşağı nəzərdə tutulub. Bura 1-ci mərtəbədə nəzərdə tutulmuş qonaq otağı. Bura 1-ci mərtəbədəki yataq otağı və 1-ci mərtəbədəki mətbəx. Mətbəxdən isə arxadakı kiçik həyətə keçidi var. 1-ci mərtəbədəki sanitar qovşağı. 2-ci mərtəbənin dəhlizi, 2-ci mərtəbədə bir qonaq otağı, 2 yataq otağı, mətbəx və sanitar qovşağı yerləşir. 2-ci mərtəbə təmirlidir, geniş qonaq otağı var, isitmə sistemi kombidir, kombi quraşdırılıb, hazırdır. Bu evin 1-ci mərtəbəsində təmir edilsə, 2 ailə rahatlıqla yaşaya biləcək bir evdir. Mətbəx mebeli quraşdırılıb, hazırdır. Bir daha qeyd edirəm, evimiz çox təcili, əlim yandı satılır. Yataq otaqları ilə tanış olaq. Yataq otaqlarından biri. İkinci yataq otağı. Bütün otaqların pəncərəsi öz həyətinə baxır. İkinci mərtəbənin sanitar qovşağı, aksesuarlar quraşdırılıb, hazır.